neçədir 9-cu ildən bu yana avtobus və metroların keyfiyyətinin artım tempinə baxaq, intervalların məsafələrinə filanına baxaq və artım qiymət. Görək qiymət mi sürətlə artıb, o inkişaf mı? Dünən bir vətəndaşa sual verir, diyor ki, bəs deyir axı keyfiyyəti artıracaqlar, xidməti daha mükəmməl eləyir. Deyir, avtobusda nə yemək, yemək içmək verəcəklər avtobusda xidməti nə edir? Avtobusda minirsən, gelirsən, 10 dəqiqə düşürsən də. Bu elə deyir ki, xidməti güya ki, burada belə pis çıxmasın. Stüardess olay gələcək avtobusda insanlara kofe, çay, yemək içmək, kadar avtobusa minəcək düşür. Yayda ləliyirik ki, sən can kondisioneri yandır, qışda da ləliyirik ki, sən can orada peçivur donmayaq. Hələ metropolitenin mətbuat xidmətinin rəhbəri dünən deyir ki, siz bilirsinizmi, biz böyük irəliləyişə imza atmışıq. Metroda havalandırma sistemi qurmuş. 60 neçə yaş var metronun. Deyir ki, havalandırma sistemini, Allah razı olsun, sağ ol ki, bizi o metronun içində boğmursan. Bu nə yanaşmadır? Düzdür ya, yox. Yəni, interval deyil, biz 2 dəqiqə, özdə gedin metroya minin görün 2 dəqiqə interval var, söhbət də deyil, hani 2 dəqiqə interval. Sən intervalı saniyələrə salmırsansa, 15 saniyə, baxın, interval, sən Bakıda niyə? İntervalı aşağı sal, metroların sayını çoxalt, yolları al, metro deyirəm, Xırdalana metro tik, Sumqayıta metro tik, nə böyük şey, tikdə 30 ildə tikənmədin qardaş, Bakı Ceyhan tikdi, başlayıb Bakıdan qutarı Ceyhandan, neçə min kilometr saldıq, Qəbələ Şüşədən boru gətirdi, Şüşədən. Xatırlayırsınız, Qəbələdən Bakıya Şüşə borularda su gətirdi. Bu metro nədir ki? Reisdir, döşüyürsən, gedir də. Yəni, Tural bəy, bunların hamısı bəhanədir. Sadəcə olaraq büdcədə kəsir yaranan kimi, məsələn, Tural bəy öhdəlik götür, baxın ki, məsələn, nəqliyyatdan bu qədər büdcəyə gəlir gəlməli. Tural bəy tənbəldir, yollarını bilmir, işini bilmir, neyini və qiyməti qaldırın. Və salam.